Salam əziz müdavimlərimiz, mən Nərmin Yaqublu, Namazov Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Gəlin birlikdə sizlərdə fonetika mövzusunun izahına baxaq. Deməli, fonetika nədir? Fonetika anlayışı nələri ifadə edir? Burada əsas məqamlar nədir? Xırdalıqlar nədir? Bizi testlərdə hansı, sınavlarda hansı məqamlar gözləyir? Gəlin birlikdə bunların izahına baxaq. Ümumiyyətlə, gəlin buradan fonetika yazsaq. Fonetika. Demək, fon səs deməkdir. Bəli, fon nə deməkdir? Səs deməkdir. Tikos isə elm deməkdir. Yəni, səs haqqında elm. Ümumiyyətlə, telefon sözündə də fon sözünə rast gəlirik. Həmin o telefon sözünün fonudur. Yəni, səs. Səs dedikdə bir çox elmlərdə səsdən istifadə olunur. Məsələn, fizikada akustika bölməsi var, musiqidə var. Ancaq fonetikadakı səs həmin o səslərdən deyil də məhz danışıq səslərindən bəhs edəcək. Nədən bəhs edəcək? Danışıq səslərindən bəhs edəcək. Danışıq səsləri nədir bəs? Ümumiyyətlə, danışıq səsləri danışıq üzvlərinin vasitəsilə yaranır. Nə vasitəsilə yaranır? Danışıq üzvləri. Bəs gəlin görək, danışıq üzvləri nədir bəs? Danışıq üzvləri. Danışıq üzvləri iki qrupa bölünür. Fəal danışıq üzvləri var və bir də ikinci var, qeyri-fəal, belə deyək də, danışıq üzvləri. Fəal danışıq üzvləri, əsas 3 fəal danışıq üzvlərimiz var. Bunlar hansılardır? Dildir, dodaq və səs telləridir. Belə deyək, səs telləri. Bəs bunların içərisindən ən fəalı götürsək, ən fəalı isə dildir. Qeyri-fəallar isə başlayacaq ağciyərdən tutmuş, ağciyərlər, qırtlaq, ağız boşluğu, nəfəs borusu, dişlər, ağız boşluğu, burun boşluğu, yəni qeyri-fəaldır. Belə deyək də, bizim dodağımıza nəsə olsa, səs tellərimizdə bir nəsə xətər yetsə, bizim danışığımıza təsir edəcək həmin dəqiqə. Amma qeyri-fəallarda, məsələn, korona vaxtı görürdünüz ki, bizdə ağciyərlərin kristallaşması gedirdi, düzdür. Ağciyərlərimizə nə edirdi? Zədər yetirilirdi. Və ancaq bu zamanda biz nə edirdik? Danışmağa başlayırdıq. Yəni, fəallar daha çox danışmağımıza kömək olur. Qeyri-fəallarda bir növ necə olur? Köməkçi olur. Bəs danışıq səsləri özü nə deməkdir? Danışıq səsləri odur ki, danışarkən tələffüz etdiyimiz səslərdir. Həmin səslər nə adlanır? Danışıq səsləri adlanır. Ümumiyyətlə, fonetikada tələffüz var bir əsas. Tələffüz. Bir də yazılış var. Yazılış. Bax, iki məqam əsasında mən sizə öyrədəcəm. Bu izahımızda. Ümumiyyətlə, gəlin biraz yazılışdan bəhs edək. Saitlərin təsnifatı var. Təbii ki, yəni danışıq səsləri iki qrupa bölünür. Saitlər və samitlər. Saitlərlə samitlərin də fərqi var ki, məsələn, saitlər maneəsizdir, ağız boşluğunda rahat tələffüz olunur. Məsələn, heca, vurğu, uzun saitlər vasitəsilə yaranır. Bunları bilirik hamımız. Məsələn, saitlərin tələffüzündə ümumiyyətlə var ki, dilin və arxa hissəsində, ön və arxa hissəsində deyilməsinə görə saitlər var. Məsələn, qalın saitlərimiz var. Gəlin baxaq, qalın saitlər hansılardır? A-dır, O-dur, daha sonra U-dur, bir də I-dır. Məsələn, incə saitlərimiz var. E, Ə, İ, Ö, Ü. Daha sonra, bax, bunlar belə deyək, dilin arxa və ön hissəsinə deyilməsinə görə. Sonra alt çənənin vəziyyətinə görə saitlərimiz var. Alt çənə açıq saitlər var, yəni çənəmiz düşür, aşağı açılır. Açıq saitlər var, açıq saitləri hansılardır? A-dır, E-dir, Ə-dir, O-dur, Ö-dür. Çənəmizin qapanırsa qapalı saitlər var. Qapalı saitlər I-dır, İ, U, Ü saitlərlə istifadə olunacaq. Dodaqların vəziyyətinə görə var dodaqlanan və belə deyək, dodaqlanmayan. Dodaqlananlar hansılardır? O-dur, Ö-dür, U-dur, Ü-dür. Dodaqlanmayanlar hansılardır? Yerdə qalanlar. Dilimizdə ümumiyyətlə 9 sait var. 9 sait səs var. Yerdə qalan, məsələn, O, Ö, U, Ü-nü əgər dodaqlanan götürdüksə, yerdə hansılar qaldı? A qaldı, Ə qaldı, E qaldı,
I qaldı, bir də I qaldı. Deməli, buralarda nələrdir? Dodaqlanmayan saitlərdir. E saiti isə bunların içərisindən fərqlənir ki, nə dilin əvvəlində, nə də sonunda tələffüz olunduğuna görə dil ortası neytral sait adlanır. Gəlin keçək, tələffüzlə bağlı bəzi məsələləri mən sizə izah vermək istəyirəm. Əsas məqam tələffüzdür. Tələffüzə diqqət edək. Tələffüz nədir? Ümumiyyətlə, tələffüzdə fonetik fərqlər var. Tələffüz əsasında aparılacaq bir səs artımı, 2 səs düşümü, 1 də səs dəyişimi, 3. Məsələn, səs artımı dedikdə nə nəzərdə tutulur? Səs artır. Məsələn, ailə yazıramsa, buradan ailə yazıramsa, tələffüzü necə olacaq? Ailə. Gördünüz? 4 hərf 5 səs oldu. Deməli, bu səs artımıdır. Səs düşümü deyirəmsə, məsələn, neftçi yazıramsa, neftçi. Tələffüz necə olacaq? Neftçi formasında. Deməli, nədir? Bir səsimiz düşdü. Səs dəyişimi isə dedikdə, məsələn, bulud yazıramsa, tələffüzü necə olacaq? Bulud. T-yə çevrildi. Ümumiyyətlə, testlərdə düşür nələr? Bir kəmiyyət fərqi düşür, bir də keyfiyyət fərqi düşür. Gəlin keyfiyyət fərqinə birinci nəzər salaq. Keyfiyyət fərqi. Baxın, birinci və ikinci anlayış deyil də, məhz üçüncü anlayış əsasdırsa, biz bunu nə götürəcəyik? Keyfiyyət. Məsələn, keyfiyyət demək səs dəyişimi deməkdir. Səs dəyişimi. Məsələn, testlərdə bizə düşəcək ki, kəmiyyət fərqi olanı seçin. Səs dəyişimi. Məsələn, ağac yazılacaqsa, bu necə tələffüz olunacaq? Ağac. Deməli, burada yalnız nə var? Keyfiyyət var. Bir də var, kəmiyyət dəyişikliyi. Kəmiyyət. Kəmiyyət isə səs artımı və səs düşümüdür. Məsələn, tutalım, biz desək ki, hər hansı bir söz. Məsələn, əmtə sözünü götürsək, görürsünüz, burada nə baş verdi? Əlinin biri düşdü. Deməli, burada nə var? Kəmiyyət. Səs artır və yaxud da ki, səs düşürsə, bu nə yaradır? Kəmiyyət fərqi yaradır. Yadınızda qalsın. Ancaq, belə deyək, bir məqamda diqqətli olmaq lazımdır. Hansı məqamda o? Elə sözlər var ki, orada həm kəmiyyət, həm də keyfiyyət fərqi var. Ancaq biz bu sözləri, məsələn, biri düşürsə, biri artırsa, burada artıq sən kəmiyyət fərqi götürməyəcəksən. Gəlin, diqqətlə həmin o sözlərə baxaq. Məsələn, yazaq, bir dənə nümunə yazaq. Məsələn, dostlarla sözünü yazaq. Dostlarla. Tələffüzü necə olacaq? Tələffüz olacaq. Dost. Deməli, tələffüz olacaq. Dost. Nan formasında tələffüz olunacaq. Deməli, baxaq görək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 hərf var. Var. Baxaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, 9-da səs var. Burada bir məqama diqqət edin. Əgər eyni vaxtda bir səs düşüb, bir səs əlavə olunursa, deməli, burada kəmiyyət baş verməyəcək. Kəmiyyət olmur. Yadınızda qalsın. Neynəmir? Kəmiyyət olmur. Məsələn, digər bir nümunəyə də diqqətlə baxaq. Məsələn, təəssüflə sözünə gəlin diqqətlə nəzər salaq. Təəssüflə. Məsələn, 2 ə gəldiyinə görə avtomatik olaraq əyinin biri düşür, biri uzanır. Sığlar ümumiyyətlə heç vaxt düşmür, yadda qalsın. L də burada bax gördünüzsə, la nan formasına tələffüz olundu. Təəssüf nən olacaq. Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 hərf. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Burada. Deməli, nə yoxdur ümumiyyətlə burada? Kəmiyyət fərqi, sən bunu deyə bilməzsən ki, burada kəmiyyət fərqi var. Əgər eyni vaxtda biri düşür, biri artırsa, deməli, burada kəmiyyət fərqindən söhbət gedə bilməz. Yadınızda qalsın. Burada 3 fərq var. S, T-dan sonra cingiltili samit gəldiyinə görə ümumiyyətlə T düşür. L da D-yə çevrilir. La da yadınızda saxlayıq. Çox vaxt la, L şəkilsi nan, nən formasında tələffüz edilir. Bunu da bu formada yadımızda saxlayırıq. Digər bir məqam yazılış.
Ümumiyyətlə, fonetikada yazılış dedikdə isə, fonetik ümumiyyətlə təhlillərdə yazılışa daha çox daxildir heca, vurğu və ahəng qanunu. Bunu yadımızda saxlayırıq. Yazılışa demək nələr daxildir? Heca daxildir, vurğu daxildir və ahəng qanunu daxildir. Yəni, hər hansı bir fonetik təhlildə sözlər əgər hecaya aid, vurğuya aid, ahəng qanununa aid suallar verilibsə, biz bunu nə götürəcəyik? Əziz müdavimlər, biz bunu yazılış əsasında götürəcəyik. Yəni, tələffüz əsasında götürülməyəcək. Bunu da bilmiş oldunuz. Digər bir məqam. Gəlin, birlikdə baxaq sizlərlə. Saitlərin uzun tələffüzü. Saitlərin uzun tələffüzü. Ümumiyyətlə, saitlərin uzun tələffüz edilməsi bizim dilimizdə belə bir anlayış yoxdur. Bu, ərəb və fars mənşəli sözlərdən gəlir ki, yəni bir sözün digər bir sözə nisbətən uzun tələffüz olunması uzun saitlərin nümunədir. Yadımızda saxlayırıq ki, ı və ü saiti uzanmaz. Neynəmir? Uzanmır. Amma istisna məqam hansı sözdür? Üfüqi sözüdür ki, məsələn, üfüqi sözündə yadınıza saxlayırsınız ki, ü saiti neyinir? Üfüqi sözündə ü saiti uzanır. Məsələn, yerdə qalan bütün saitlər demək olar ki, əksəriyyəti uzanır. Məsələn, A əgər uzanırsa, transkripsiyada qarşısında bu formada işarə götürürük. Məsələn, tətil sözündə ə uzanırsa, bunu bu formada yazırıq, tətil. Və yaxud da ki, alim sözündə A uzanırsa, alim deyirsən, sən alim demirsən ki. Və yaxud da ki, mötəbər deyirsən. Bax, mötəbər. Sən mötəbər demirsən ki, nə deyirsən? Mötəbər deyirsən. Deməli, ö saitimiz nədir? Uzandı. Və digər bir məsələ, bir sözdə iki sait uzana bilər. Bu daha çox anə, yanə şəkilçilərlə olur. Məsələn, deyirəm ki, məsələn, dahi, yanə sözün buradan yazsam, eyni zamanda anə, yanə şəkilçisi həm sifət, həm də zərf düzəldir. Məsələn, bu qaydada deyək, dahi, yanə sözündə A da uzandı, A da uzandı. 2 sait. Və yaxud ki, malikanə və yaxud da ki, digər çaşdırıcı bir söz testlərdə rast gəlir. Baxın, tabeli və yaxud da ki, tabesiz. Bax, bunlarda da A və E saiti neyəcək? Uzanmış. Bəli, uzanmış olacaq. Digər bir məsələ. Ümumiyyətlə, qeyd edim ki, bir məqamı sizə, istisna sözlərimiz var ki, bəzən bu sözləri biz uzanma kimi göstərürük testlərdə, amma sonra bu bizim yanlışımıza gətirir çıxarır. Bunlar hansılardır ki, bu sözlərdə ümumiyyətlə sait uzanmır. Deməli, birincisi heca sözüdür, daha sonra müəmma sözüdür. Müəmma uzun sait oxşadı da, ancaq bunlarda uzun sait olmur. Hazır ki sözüdür. Hazır ki hesab. Daha sonra məhsul, vitamin. Məsələn, filologiyada 2022-ci ildə vitamin sözü düşmüşdü qəbulda miqdə. Daha sonra cumhuriyyət. Sonra təsadüfən. Baxın. Bu təsadüfən sözünə bağlı bir şey deyim. Təsadüf sözündə, baxın, təsadüf. Təsadüf sözündə uzanma var. A uzanacaq, amma təsadüfən sözündə uzanma yoxdur. Bunları qarışdırmırsınız. Sonra cürətli, çavuş. Bunlar qeyd kimi də yaza bilərsiniz. Əgər. Daha sonra dəhşətli. Bu sözlərdə neynəmir? Uzanma baş vermir. Bunları da yadınızda saxlayırsınız. Daha bir məqam, uzun saitə görə mənası dəyişən sözlər var ki, bunları bəzən müdavimlər və yaxud da ki, şagirdlər qarışdırırlar nələrlə? Homonimlərlə. Olmaz. Məsələn, biz götürsək ki, nərə sözündə əgər ə uzansa, bu uzun saitə görə mənası dəyişən sözdür. Cəmi 4 dənə sözdür. Nərə sözü. Əgər ə uzansa, nərə. Bağırtı. Koroğlunun nərəsi, dəli nərəsi. Pə.
bağırtı, qışqırtı mənası. Əgər uzanma yoxdursa, elə ancaq nərə kimi tələffüz olunursa, bu balıq mənasını ifadə edəcək. Balıq. Daha sonra əyan sözünə gəlin nəzər salaq. Əyan. Əgər əyan sözü əyan şəklində uzanarsa, zadəgan mənasını ifadə edəcək. Zadəgan. Əgər yox, əyan uzanmazsa, artıq burada aşkar, açıq aşkar mənasında. Belə deyək də, yuxu görəndə deyirsən, filan kəs yuxumda mənə əyan olmuşdu, yəni aşkar olmuşdu. Sonra bu birinci sözümüz, nömrəliyək, ikinci sözümüz, üçüncü sözümüz. Bax, bunlar homonim deyil, qətiyyən homonimlə qarışdırmırsınız. Daha sonra dava sözünə gəlin nəzər salaq. Dava. Əgər dava sözündə A uzansa, mənası gələcək müharibə, savaş mənasını ifadə edəcək. Əgər A uzanmasa, artıq sən bunu nə götürəcəksən? Dərman mənasında götürəcəksən. Dördüncü məqama da nəzər salaq. Dördüncüdə bəzən sözüdür. Baxın, bəzən sözündə əgər biz əni uzatsaq, zərf olar. Bəzən, məsələn, o bizə bəzən gəldi. Zərf mövqe, yəni ara bir gəldi. Bir də bəzən sözündə əgər uzanmasa, bəzənmək mənasında nə olar? Feil olar. Bax, bu 4 dənə sözü diqqətdə saxlayırsınız. Bu 4 dənə söz uzun saitə görə mənası dəyişən sözdür. Bunu avtomatik olaraq yadınızda saxlayın. Bir də ov, övlə bağlı bir məqamı demək istəyirəm. Ov, öv. Bilirik ki, ov, övdür və yaxud da ki, əhdir, məsələn, şöhrətli, dövlət. Bu tipli sözlərdə v samiti müdavinlərimiz neynəməyəcək? Uzanmayacaq. Yəni, uzanmayacaq nədir? Ümumiyyətlə, v samiti düşməyəcək, ö və yaxud da ki, saiti neynəməyəcək? Uzanmayacaq. Ancaq bu o demək deyil ki, bəzən testlərdə sizə diqqətli olun, bir məqamı deyirəm. Testlərdə bəzən düşər ki, tərkibində, məsələn, düşər ki, ov, öv və yaxud da ki, öh, birləşməsi olan hər hansı bir sözdə və yaxud da ki, hərf birləşməsi olan sözün yazılış və deyilişi fərqli ola bilər. Sözün yazılış və deyilişi fərqli ola bilər. Məsələn, bu məqam doğrudur və yanlışdır, sənə düşər. Və sən də fikirləşirsən ki, bəli, biz qrammatika kitabında görmüşük ki, ov, öv harda varsa o düşəcək. Sənə amma deyir ki, sualda sənə fərqli yöndən izdaham verir. Deyir ki, tərkibində ov, öv hərf birləşməsi olan söz. Tərkibində. Gəlin, sözə nəzər salaq. Baxaq, məsələn, sənə düşər, ola bilər. Bəli, ilk öncə onu deyə bilər ki, yazılış və deyilişi fərqlənə bilər. Bəli. Baxaq, necə fərqlənə bilər? Məsələn, dövlətli sözünü yazaram. Və bunun tələffüzünü verərəm. Döv, bu düşmür ha. Dövlətdir. Deməli, tərkibində ov, öv hərf birləşməsi olan sözün yazılış və deyilişi neynədir? Fərqləndi. L nəyə çevrildi? L-dır əvəzlənməsi oldu. Yəni, bu kimi məqamlarda biraz diqqətli olun. Hər zaman düşər, hər vaxt düşər. Bu kimi məqamlarda yox. Tərkibində əgər, məsələn, ov, öv olan sözə elə bir şəkilçi artırar ki, orada dəyişiklik baş verir, onu nəzərdə tutar. Yəni, bu cür testlərə rast gəlirik. Daha sonra, eyni cinsli qoşa saitli sözlər. Məsələn, o gəlib, a gəlib, gəlib, nə bilim, i gəlib və s. Bunlar eyni tipli sait qoşalıqdır. Məsələn, bunlar normalda, məsələn, a gəlibsə necə tələffüz olunur? A kimi tələffüz olunur, düzdür? Yəni, hər zamanmı, yəni bir uzun sait olur? Hər zamanmı bir uzun sait olur? Xeyr. Adətən, baxın, adətən bir uzun tələffüz olunur. Adətən. Yəni, bir qayda, belə deyək də, biz qayda olaraq hər zaman görmüşük ki, iki qoşa bir uzun kimi tələffüz olunur. Bu, belə deyək də, Azərbaycan dilində belə bir məqamlar var ki, hər zaman yox, adətən olur. Yəni, bir qayda hər yerdə keçərli olmur. Bir qayda hər yerdə keçərli olmur. Bunun istisnaları var. Məsələn, baxaq. Məsələn,
Bax, o-onu yazaq. Adi o-onu yazaq. Bax, bir məqam kimi 2 dənə o verilibsə, bu necə tələffüz olunacaq? O kimi tələffüz olunacaq. Düzdür? Məsələn, zoologiya olacaq. Nə? Bir o kimi. Zoologiya. Düzdür? Amma kooperativ yazsam, ikinci bir məqamsa 2 o, bir a kimi tələffüz olunur. Gördün? Deməli, hər zaman olmurmuş, adətən olurmuş. Məsələn, kooperativ yazıramsa, kooperativ. Necə tələffüz olunacaq? Kooperativ. Bax, gördünüz? Onlar a kimi tələffüz oldu. Və yaxud da ki, a-a'ları götürək. A-a'lar. Hər zamanmı bir uzun a kimi? Xeyr, hər zaman yox. Məsələn, nümunə. Ay müəllim, nümunə deyim. Baş üstə nə deyirəm deyəydi. Mina atan. Gördün? Qumbara atan. Gördün mü? İgid. Bəli. Nədir? Bu formada qaldı. Yəni, hər zaman ola bilərmi? Xeyr. Ola bilməz. Bunu bu formada yadınızda saxlayırıq. Aha. Keçək. Daha sonra, bax, ümumiyyətlə 32-yə yaxın deyirəm A-E, nə bilim E-A, Ə-A və yaxud da ki Ü-A, Ü-Ə, bax bu çoxdur və s. Bunlar olduğu kimi qalacaq. Bir mənalı olaraq. Əgər biz əvvəl müəllim yazırdıq, müəllim deyiriksə, indi müəllim yazılar elə müəllim də deyilər. Məsələn, aktual, bəraət, qiraət, şücaət bu tipli sözlərdə olduğu kimi. Bax, bunları yadınıza saxlayırsınız. Və yaxud da ki, məsələn, xala oğlu yazılar. Xala oğlu yazılar. Belə deyək də, birinci hissə düşər, nə olar? Xal oğlu. Xal oğlu. Bax, bunlarda biraz fərq var. A oğullarda. Əmi oğlu yazar, əm oğlu deyilir. Əli ağa yazılar, əl ağa deyilir. Dayı oğlu, nə bilim, bacı oğlu, əli açıq, i düşdü. Amma normalda biz görmüşdük ki, i adı, i odu, i ədi, ə idi və s. Bunlar çoxdur. Bunlar nə əlavə olunur? Y əlavə olunur. Amma hansı söz burada pozdur? Əli açıq sözü burada pozdur. Necə olacaq? Əl açıq. Qıda xıya çevrildi. Yadda qalar mı? Bəli, müəllim. Qalar. Nə deyirik? İnşallah. İnşallah. Amma burada bir məqam var. Bir məqam nə var? Onu da diqqətinizə çatdırım. Məsələn, o-e birləşməsi var. Bu ayə. Ayə formasını tələffüz olunacaq. Məsələn, poema. Qeydlərinizi götürərsiniz. Necə olacaq? Poema. Bəli, necə formada tələffüz olundu? Poema oldu. Poema formasında tələffüz olundu. Bunu da yadınızda saxlayın. Daha sonra gəlin sizə saitlərdən biraz tələffüzlər əsasında gedin. Qəşəng izahlarımızı çəkək. Siz də orada öz qeydlərinizi götürün. Çünki bu qeydlərim belə deyək də kitablarda çox da verilmir. Ona görə izləməyə dəyər. İzləyirsiniz, kanala abunə olursunuz, videonu bəyənirsiniz, yorum yazırsınız. Bu qədər əhciyyətin qarşılığında. Keçək, məncə sizin üçün çətin olmaz. A-ya baxaq. Uşaqlar və yaxud ki müdavimlər. Belə bir ümumi paylaşacağıma görə, ona görə uşaqlar və müdavimlər deyirəm. A və Ə. Ümumiyyətlə, A və Ə, belə deyək də, səsi fonetikada əks antonimdir. Əks saitlərdir. Məsələn, A kimi tələffüz oluna bilər. Məsələn, deyirəm baba. Bəli, baba. Məsələn, əyə baxağın. Deyirəm, elə ə kimi tələffüz olunanlar var. Ə kimi. Məsələn, nənə. Elə nənə. Daha sonra u kimi tələffüz olunanlar var. Nə deyirəm? Oynayır. Necə tələffüz olunacaq? Oynayır. Gördünüz? A nəyə çevrildi? U-ya çevrildi. Və yaxud da ki, A, I kimi tələffüz oluna bilər. Baxın, A-nın tələffüz formalarını yazıram. A kimi, U kimi, I kimi. A, U, I. Anlayır. Necə olacaq? Videonu dayandırın, deyin. Bəli, düz dedin. Anlayır. Gördün?
A I-yə çevrildi. Daha sonra anlayır yox, daha doğrusu anlayır formasında olacaq. Anlayır formasında olacaq. Daha sonra ə-yə keçək. Ə-yə diqqətlə baxaq. İkinci bir məqam ə olacaq ü kimi. Və gördünüz A, baxın. Əziz müdavimlər, A oldu ə, U oldu ü. Bir də olacaq burada i. Gördünüz necə fərq yaratdıq? I da oldu i. Deməli, əks yaratdı da. Bunlar bir-birindən əksilik oldu. Əks yaratdı, antonimlik yaratdı. Məsələn, gözləyir. Necə olacaq? Gözləyir. Gördünüz? Nəyə çevrildi? Üyə çevrildi. Və yaxud da ki, dinləyir. Necə olacaq? Dinləyir. Dinləyir. Bu kadar basit. Bu formada yadınızda qalsın, qeydlərinizi də götürün. Daha sonra görək saatlərlə bağlı bir məqam qaldımı? Qaldımı saatlərlə bağlı bir məqam? Mən elə bilirəm ki, qalmadı. Əsas testə düşəcək, əsas məqamlar. Övü də dedik. Ahəng qanunu bilirsiniz. Ahəng qanununda izahını verəcəm. Heyecanı da izahını verəcəm. Ümumiyyətlə, ahəng qanunu odur ki, sözdə qalın və incə saatlərin bir-birini izləməsidir. Ahəng qanunu nədir? Bir dəqiqə. Sözdə qalın və incə saatlərin bir-birini izləməsidir. Məsələn, deyirəm ki, ahəng qanununa. Məsələn, buradan kitab yazaram. Buradan vətən yazaram. Buradan da yazaram, arzu yazaram. Arzu. Bax, ahəng qanunu pozuldu. Çünki həm qalın saat var, həm incə saat var. Gördünüz, pozuldu. Burada pozulmadı, burada da pozulmadı. Çünki ikisi də qalındır, ikisi də incə. Əgər bir sözdə hamısı qalın, hamısı incədirsə, bu ahəng qanunu pozulmur. Bir qalın, bir incə varsa pozulacaq. Bir də yadınızda saxlayın, ahəng qanunu köklə şəkilçi arasında möhkəmdir. Yəni, kitab sözünə belə deyək də, sən axırıncı saata uyğun olaraq artırmalısan. Yəni, kitablar artırılmalı. Kitablar deyə bilməzsən. Ona görə kökün, sözün kökünün son hərfi ilə şəkilçi arasında yaxınlıq olmalıdır. Yəni, ona görə bunlar kök və şəkilçi arasında bağlılıq yaradır. Ahəng qanunu Azərbaycan dilimizin dəmir qanunudur. Bəli. Heca. Hecəyə baxaq. Sözün neçə saat varsa o qədər də heca var. Bunu bir mənalı olaraq yadınızda saxlayın. Sözün asanlıq bölünə bilən hissəsidir. Burada bir digər bir məqam qram, məsələn, qraf, dram hissəciklərdir ki, bunlar bütöv söz formasına düşür. Məsələn, telegram yazsam, sən bunu telegram bu formada deməlisən. Day, bu formada yox. Telegram neynəməz olmaz. Melodram olmalıdır. Telegram olmalıdır. Yaxşı, bunu bu formada yadınızda saxlayırsınız. Daha sonra keçək samitlər bölməsinə. Əsas məsələ budur. Ümumiyyətlə, samitlər bölməsi, belə deyək də, kar və cingiltili olmaqla dilimizdə 25 samit var. 9 sait var, ümumiyyətlə 12 hərf var, 32 hərf var, 34 səs var. Bəs bu 34 səsin ikisi nədir? Biri x üstü iştirikdir, bir də k üstü iştirikdir ki, bunlar da tələffüzdədir. Yəni, biz bunu tələffüzdə görürük. Və 25 deməli dedik, samit səs var. Dilimizdə bunlardan 11-i kardır. Yerdə qalanları isə nədir? Yerdə qalanları cingiltilidir. Yaxşı olardı ki, kar və cingiltiləri məsələn öyrənərdiniz. Və yaxud da ki, bir dənə əgər qarışdırırsınızsa, fix, paşa və yaxud da ki, bu formada da deyə bilərsiniz. Fix, paşa, çox hasta. Məsələn, burada bütün kar samitlər var. Məsələn, bununla da yadınıza saxlaya bilərsiniz, əgər qarışdırırsınızsa. Məsələn, bu cingiltilidir. Kar qarşılığı nə olacaq? P olacaq. Çünki tələffüzdə bu p-yə çevrilir. C cingiltilidir. Kar qarşılığı nə olacaq? Ç olacaq. Və yaxud da ki, D cingiltilidir. Kar qarşılığı nə olacaq? T olacaq. G cingiltilidir. Kar qarşılığı K. Ondan sonra və yaxud da ki, G-nın kar qarşılığı nə olacaq? X. Amma belə deyək də, Y-nın
Ki nə olacaq? X üstü iştirik. Bunları qarışdırmayaq. G-da x-dır, y-da x üstü iştirikdir. Çünki y çox vaxt belə deyək də tələffüzdə x üstü iştirik olur. Daha sonra g-da nə olacaq? G-da k olacaq. Daha sonra v-da nə olacaq? V-da f olacaq. Məsələn, avtobus yazılır, avtobus deyilir. Bir də sonuncu z yazılacaq, s deyiləcək. Sonur samitlər l, m, n, l, m, n, r deyək də. Bir də bunların ümumiyyətlə kar qarşılığı yoxdur, sonur samitlərdir. Bir də h samiti var ki, bunun da cingiltili qarşılığı yoxdur. H sonur samit sayılır mı? Xeyr. H boğaz samiti sayılır. Eyni zamanda burada da demək m-nı hava axını burun boşluğundan çıxdığına görə bu da burun samitləri adlanacaq. Deməli, samitlərdən ümumiyyətlə tələffüzdə dəyişənlər var. Baxın, dəyişənlər var tələffüzdə. Bunu bu formada yazıram, yadınızda qalsın. Bir də dəyişməyənlər var. Dəyişməyənlər. Məsələn, dəyişənlər bax, əgər yazıramsa t-dıya çevriləcək. Məsələn, hətta yazaramsa necə tələffüz olunacaq? Hətta. P yazaramsa p-ya çevriləcək. Məsələn, deyirəm ki, tap-pıltı tələffüz necə olacaq? Tap-pıltı. Və yaxud da ki, k yazaramsa tələffüz necə olacaq? K-ya olacaq tələffüzü. Məsələn, 8 yazaramsa tələffüzü nə olacaq? 8 formasında. Bir də q da yazaramsa necə olacaq? Q formasında qalacaq. Məsələn, hokka, hok, belə deyək də. İndi mən bunun q-ları necə başqa fərqli tələffüz olunacaq, onu da yazacağım. Məsələn, hokka. Deməli, dəyişənlər cəmi 4 dənədir. 1, 2, 3, 4. T-lar, p-lar, k-lar, q-lar. Yerdə qalan samitlər dəyişməyəcək. Məsələn, dəyişməyənlərə biz nələri nəzərdə tutmalıyıq? Bax, b, c, d, f, l, m, n, r, s, ş, j, z, və s. Bax, bunlardır. Və s. deməyək, elə bunlardır. Dəyişməyənlər bunlardır. Məsələn, Abbas yazıramsa, Abbas. Elə bunun tələffüzü də Abbas olmalıdır. Ən çaşdırıcı sözlərdən biri şəffaf. Bax, bir dəfə bu qəbula düşmüşdü. Şəffaf olmaz, şəffaf olar. Yəni, bunların heç biri neynir? Dəyişmir. Bunu bu formada neynirik? Yadımızda saxlayırıq. Daha sonra, bayaq mən sizə qeyd etdim ki, q-larda fərqli bir məqamlar deyəcəm mən sizə. Q samiti hər zaman mı q olar? Xeyr. Bax, q kimi də olar. Məsələn, elə bunu bilirik. Tokka yazılır. Necə tələffüz olunur? Tokka. Və yaxud da ki, x-q kimi tələffüz olunur. Ayaq. Qabı yazılar necə tələffüz olunur? Ayaq, qabı. Bir də ki, k kimi. Baxaq görə k kimi necə olacaq? Məsələn, haqq söz necə tələffüz olunacaq? Özündən sonra samit gəlib düşür. Haqq. Gördün? Haqq söz. Deməli, hər zaman k kimi tələffüz olunmayacaq. Deməli, 3 formada bir k kimi, bir x kimi, bir də tək k kimi 3 formada tələffüz olunacaq. Bu bir məqam, bunu qeyd edirsiniz. Kitabda yoxdur. İkinci bir məqam, k hər zaman mı belə deyək də k olacaq? Xeyr. Tək belə deyək də k kimi də ola bilər. Məsələn, akardeon yazılacaq. Nə deyiləcək? Akardeon. Bir k. Akkumul. Baxın, akkumulyator yazılacaq. Bir k. Akkumulyator kimi tələffüz olunacaq. Yəni, bir k kimi tələffüz olunacaq. Sonra,
Gəlin sizlərlə birlikdə y samitinə nəzər salaq. Y samiti bilirik ki, 3 formada tələffüz olunur. Məsələn, 2 qoşa y kimi, 2 qoşa y kimi, sonra 2 qoşa y yazılıb 1 y kimi tələffüz olunanlar və yaxud ki 1 y ilə yazılanlar 3 formada tələffüz olunur. Ümumiyyətlə, belə deyək də, məsələn, 1 y kimi tələffüz olunanlar bilirik. Saniyə, tərbiyə, tövsiyə, bu tipli sözlərdə olur. 2 y kimi qəyyum, niyyət, xəyyam, səyyar, səyyah, bu tipli sözlərdədir. Ümumiyyətlə, iyyat və iyyət şəkilçisini gördüsə. Yəni, fərqi yoxdur. Kök olsun. Bəzən müəllimlər deyirlər ki, şəkilçi olanda ay nə bilim düşür, kök olanda düşmür, belə falan filan. Bu yanlışdır. Fərqi yoxdur. Məsələn, istəyir şəkilçi olsun, istəyir şəkilçi olsun. Məsələn, ədəbiyyat. İyyat burada şəkilçidir. Bir t kimi tələffüz olunacaq. Olacaq ədəbiyyat. Və yaxud da ki, vəziyyət, sözün kökü olsun. Bu da fərqi yoxdur. Yenə də bir y kimi. Amma istisna bir dənə söz var. Hansı sözdür? Niyyət sözündə. Niyyət sözündə elə heç bir şey olmayacaq. Olduğu kimi. Bir dənə istisna niyyət sözünü yadınızda saxlayırsınız ki, 2 y kimi qalacaq. Və ya ki, təyyarə yazılır, təyyarə deyilir. Bax, bunu bu formada yadınızda saxlayırsınız. Deməli, y-ları da dedik. Daha sonra samitlərlə bağlı belə bir qayda var. S-t, ş-t, f-t, bir də x-t. Bunlar sözün ortasında gələndə təbii ki, d-yə çevriləcək. Sözün ortasında. Harda? Sözün ortasında. Məsələn, bəstə yazıramsa, bəstə necə tələffüz olunacaq? Bəstə. Gördünüz, dəyişdi. Bir də var ki, sözün sonunda, məsələn, s-t, sözün sonunda ş-t, sözün sonunda f-t, sözün sonunda x-t olarsa, söz sonunda. Burada artıq fərqlidir. Bax, bunlardan sonra sait ilə başlayan söz və ya ki, şəkilçi. Ümumiyyətlə, sait gəlsə, neyəcək? D-yə keçir. Nəyə keçir? D-yə. Məsələn, deyirəm ki, neftin, bax, görsən, i nədir? Sait. Necə olacaq? Neftin. Amma, belə deyək də, samit gəlsə, necə olacaq? Düşür. Samit gəlsə, t düşür. Məsələn, neftçi olacaq nə? Neftçi. Gördün? T neynədir? Avtomatik olaraq düşdü. Bunu da bu formada yadınızda saxlayırsınız. Daha sonra, ümumiyyətlə, bax, n-l yazılırsa, tələffüzdə n olur. Məsələn, oğlanlar yazılır, nə deyilir? Nə deyilir? Oğlanlar. Gördünüz? Və yaxud da ki, z-l yazılırsa, nə kimi tələffüz olunur? Z-d. Bu qeydlərimi də yazın. Qızlar yazılır, qızlar deyilir. Sonra n-m. M-m kimi tələffüz olunur. Məsələn, inanmaq yazılır. Necə tələffüz olunur? İnanmaq kimi. N-b. N-b-da dəqiq ekranın işığını verək. N-b-da necə olacaq? M-b kimi olacaq. Məsələn, anbar yazılar. Nə deyilər? Ambar deyilər. Amma istisna yadınızda qalsın. Can başla sözüdür. Can başla. Can başla yazılacaq. Elə can başla neynəyəcək? Deyiləcək. Yadınızda qalsın. Digər bir məqam r-l. Baxın, burada diqqətli olursunuz. R-l bir feil kimi olacaq. Bir feil kimi. Feil kimi olanda l-l kimi tələffüz olunacaq. Bir də isim kimi olacaq. İsim kimi olsa r-l birləşməsi. Qoy r-mızı qəşək yazaq. İsim kimi olduqda isə r formasında. Məsələn, deyirəm açarlar. Burada da yazıram. Açarlar.
Sənə əgər açarlar formasında testdə versə, deməli bu nəyin tələffüz formasıdır? Feilin tələffüz formasıdır. Əgər sənə açarlar formasında versə, bu qapının kilidi mənasında isim olacaq. İsim, açarlar məna. Biri var, açarlar nə edərlər? Əlimdəydi bir dəqiqə. Hə. Açarlar nə edərlər? Açarlar. Bax, vurğu burada. Bir də deyirəm açarlar. Bax, açarlar. Rar formasında vurğu burada sonda olacaq. Rar formasında olsa isim olacaq tələffüz forması. Lar formasında olsa feil olacaq. Bu qaydanı da demiş olduq. Bugün fonetika ilə bağlı inanıram ki, qaranlıq qalan bir məqam, bir hal yaşanmayacaq. Çünki müəlliminiz hər şeyi neynədi dedi. Sonra sözün sonu b, d, g, c samitindən bitən sözlər var. Saitlə başlayan söz gəldi və yaxud da ki şəkilci gəldi söz və yaxud da ki şəkilci fərqi yoxdur. Olduğu kimi qalacaq. Məsələn, deyirəm ki corab, yəni 3 dənə nümunə yazacağım. Məsələn, corab yazaq, biri yazaq corab qoxusu. Corab qoxusu, bir də yazaq nə? Mən niyə bu formada yazıyorum? Bir də yazıram corabi. Deməli bu qaydanı yazaq, sonra buradakı izahlara baxaq. Olduğu kimi, bax sait gəlsə olduğu kimi qalır. Samit gəlsə isə kar qarşılığına. Yəni b-dırsa nəyə çevriləcək? P-ya çevriləcək. D-dırsa t-ya çevriləcək. Y-dırsa q-ya çevriləcək. C-dırsa ç-ya çevriləcək. Yəni samit gəlsə. Bax tək də gəlsə, bax tək gəlib. Özündən sonra nə sait gəlib, nə samit gəlib. Deməli yenə nə baş verəcək? Yenə olduğu kimi qalacaq. Elə olduğu kimi qalmayacaq, özür istəyirəm, p-ya çevriləcək. Məsələn, corab. Tək gələndə çevrilir. Samit gəlib, bax görürsünüz özündən sonra samitlə başlayan söz gəlib. Bax nəyə çevriləcək? P-ya çevriləcək. Sait gəlib, olduğu kimi qalacaq. Bir dənə yadınıza saxlayın, sait gələndə. Bir də ki, qeyd kimi, bax bunu dəftərinizə yazın. I üstü 4 şəkilçisi var ha. Məsələn, gəlib yazıramsa, sən bunu gəlib deyə bilməzsən. Elə necə olacaq? Gəlib. Yəni, ıb üstü 4 şəkilsi, yəni baxmayın ki, bu şəkilsi də b-dır, yox. Olduğu kimi qalacaq. Neyəcək? Olduğu kimi qalacaq. P-ya çevrilmir. Amanın gündür. Bu qaydanı da dedik. Sonra gəlin k samitinə baxağın. K samiti 5 səs ifadə edir. Görən hansı səslərdir? 1, 2, 3, 4, 1, 2, 3, 4, 5. Aha. Birincisi Q kimi tələffüz olunacaq. Q kimi. Məsələn, kənd. Nə bilim, tək, tük. Q kimi tələffüz olunacaq. Bildiyimiz. Sonra ikinci Q üstü iştirik. Məsələn, kafe, kontur, klub, nə bilim, konfet. Sonra G kimi. G kimi Q əvəzlənməsi olacaq. Məsələn, 8 yazaramsa necə tələffüz olunacaq? 8. Sonra Y kimi bir də xüsusi iştirik kimi. Q-dan sonra sait gələrsə. Məsələn, deyirəm ki, çiçək, ətri. Bax, burada olacaq nə? Çiçək, Y. Özündən sonra sait gəlsə, y-ya çevriləcək. Amma özündən sonra samit gəlsə və yaxud ki, tək gəlsə, baxın, çiçək sözü tək də gəlsə, gəlin çiçək yazağın. Buradan bir dənə yazağın. Çiçək, ətri, bir də yazağın. Çiçək, qoxusu. Bax, tək gəlib. Tək də gəlsə, olacaq xüsusi iştirik. Çiçək. Bu xüsusi iştirik xəfif h səsidir. Hansı səsidir? H səsidir. Çiçək ətrində təbii ki, olacaq nə? Çiçək. Y-ya çevriləcək. Çiçək qoxusunda da olacaq çiçək. Xüsusi iştirik. Çünki özündən sonra nə gəldi? Samit gəldi. Gəlin, belə deyək də. Çiçək sözün hallandıraq. Bax, çiçək. Çiçəyin. Çiçəyə, çiçəkdə. Bax, çiçəkdə, gördünüz, samit gəldi. Çiçəkdən, bax, sait gəlsə y-ya çevriləcək. Yenə tək də gəlsə nə olacaq? Xüsusi iştirik olacaq burada.
Q tək də gəlsə yadınızda qalsın. X üstü ştrix olacaq. Bir dənə yadınızda saxlayın. Sait gəlsə nə olacaq? Y-ya çevriləcək. Belə. Daha sonra hansı qaydalarımız var? Qaldı Q samiti. Gəlin Q samitində yorulmamsızsa onu da izahını verəcəm. Vurğunun ayrıca izahı olacaq. Çünki vurğu da ayrıca bir bölmədir. Q samiti Q kimi tələffüz olunur. Q kimi. Daha sonra bu da 4 cür tələffüz olunur. Q kimi. Daha sonra Q ştrix kimi. Daha sonra G kimi tələffüz olunacaq. Bir də X kimi. X üstü ştrix yox ha. Yalnız X kimi. X üstü ştrix harda var idi? X üstü ştrix Y-da var idi. Q-da var idi. Q daha çox Q ilə başlayan sözlərdə olur. Məsələn, deyirəm ki, qoğal. Qoğal. Məsələn, qapı. Bildiyimiz Q'lar. K samiti. Məsələn, rəqs yazıramsa tələffüzü necə olacaq? Rəqs. Bax, gördünüz Q əvəzlənməsi. G-yə. Bax, Q-dan sonra sait gəlsə, saitlə söz və yaxud da ki, şəkilçi gəlsə, məsələn, deyirəm, qonaq, otağı. Necə tələffüz olunacaq? Qonaq, üzr istəyirəm, burada yanlış getdi. Necə olacaq? Qonaq, otağı formasında tələffüz olunacaq. Və yaxud da ki, samit gələrsə, samit X-ya çevriləcək. Məsələn, qonaq, stolu yazmışamsa, necə tələffüz olunacaq? Qonaq, stolu. Bu formadan, yəni X-ya çevriləcək. Yadınızda qalsın. Bir də bayaqlarım Q samitini izah etdim. Q samiti, məsələn, müəllimlər sual verir ki, bayaqlarım izah etdimi? B, D, G, C. Bu samitlər hər zamanmı məsələn, öz kar qarşılığına çevrilir? Yox. Məsələn, bəzi istisnalar var. Məsələn, ağac, dələn sözünü götürsək, bu tələffüzdə necə olacaq? Ağac, dələn. Bəzən deyirəm ki, yəni bir qayda bütün sözlərə istifadə olunmur. Bunların istisnaları da var. Məsələn, güclü sözünə baxaq. C-dan sonra D gəlib. Normalda nəyə çevrilməlidir? Ç-ya çevrilməlidir. Düzdür, amma nəyə çevrildi? Ş-ya. Güclü sözünə gəlin, baxaq. Ç olmalıdır. Amma nəyə çevriləcək? Baxaq. Güclü. Gördünüz? Və yaxud da ki, vicdanlı sözünə gəlin, baxaq. Vicdanlı. Necə tələffüz olunacaq? Vicdanlı formasında. Yəni, yuxarıdakı qaydalara belə deyək də, tabi deyil. Bunu bu formada yadınızda saxlayırsınız. Başqa bir qaydamız qaldı deyə düşünmürəm. Bütün qaydaları izah verdik. İnşallah növbəti izah videom olacaq. Vurğu. Sağ olun, sağlıqla qalın, kanala abunə olmağı, bəyənməyi, rəy yazmağı unutmayın.